Hər kəsə salam. Yeni bir vlog çəkirəm çünki bu gün mənim üçün çox maraqlı bir gündür. Hava o qədər gözəldir ki, Cənubi Kaliforniyada yaşamağın ən sevdiyim tərəflərindən biri də havadır. Burada demək olar ki, hər gün günəşli və isti keçir. Səhərlər bu gözəl mənzərə ilə oyanmaq, tərtəmiz havasını hiss etmək və quşların şirin səsinə qulaq asmaq elə xoşdur ki, bəzən yağışlı günlərdə olur. Yağışdan sonrakı o təmiz hava, torpağın və güllərin qoxusu elə gözəl olur ki, belə günlərdə sanki yenilənir hər şey və təbiət daha da gözəl görünür. Amma yağışın bir mənfi tərəfi də var əlbəttə ki. Pəncərələrim dərhal çirklənir. Baxın, pəncərələr necə çirklənib. Bu həmin setka da çox çirklidir. Hələ də təmizləməmişəm. Hər yağışdan sonra təmizləməyə çalışıram. 15 dəqiqəm var hazırlaşmaq üçün. Çünki bugün bizim çəkilişimiz var. 2 dənə modeli makyaj edib kontent yaradacağıq. Və burada sözümü çatdırmaq istəyirəm. Amma nəyəsə görə yazanda nəsə bir problem oldu texniki və ona görə də sizin üçün bu səsi buradan belə ayrıca yazıram. Əslində vaxtım çox azdır. Ona görə makyajımı və saçımı tez bazar həll eləyəcəm. Təəssüflər olsun ki, bunu yaza bilmədim, vloqa əlavə edə bilmədim. Çünki cəmi 15 dəqiqə vaxtım var idi və bu vaxtda həm yeməyimi çatdırmalı idim, həm də bütün produktları, məhsulları yığıb maşına yerləşdirib yola çıxmalı idim. Bunu da demək istəyirəm ki, makyaj artisti kimi işim təkcə Sephora'da brendlərlə işləməkdən ibarət deyil. Eyni zamanda sosial media üçün kontent yaradır və arada da ödənişli işlər də edirəm. Məsələn, elə olur ki, toy məclisləri, ad günü və ya müxtəlif brend açılışları ya da fashion showlar, Instagram, TikTok və YouTube Shorts'da öz işimi bölüşürəm. Həm makyaj ustası kimi böyüyüm, həm də daha çox insan məni tanısın. Əgər əl işlərimin nəticələrini görmək sizə də maraqlıdırsa, Instagramda məni takib etməyi unutmayın. Gör necə şirindir. Həmişə evin yiyələri evdən gedəndə elə belə onları gözləyir, darıxır onlar üçün. Hələ qapının ağzında dayanır, onları gözləyir. Fikirləşirəm ki, heç olmasa bir şey yeyim, getməmişdən qabaq. Çünki bir neçə saat biz syomka eləyəcəyik. Ona görə fikirləşirəm, baxın bu kaşadan özümə pişirim. Şaftalı ilə krem. Baxın belə. Qoyacağım qabağa. Mikrovolnovkaya və hazır olacaq. Yəqin ki, fikir vermisiniz ki, biraz artıq çəkim var. Düzünü desəm, biraz yox, həddindən artıq çox çəkim var. Artıq 12 ildir ki, Amerikada yaşayıram və düzünü desəm, burada çəki almaq çox asan. Fast food restoranları hər yerdədir və yeməkləri çox dadlıdır. Üstəlik, maşın mədəniyyəti səbəbindən də çox gəzməyə də ehtiyac olmur. Təbii ki, parklarda və bəzi ərazilərdə gəzmək olur, amma gündəlik hərəkət üçün bu çox azdır. Məsələn, Bakıda bir yerdən o birisi yerə getmək üçün hərdən elə belə piyada gedə bilirsən. Yəni maşına o qədər də ehtiyac olmur. Amma Amerikada marketə belə sən maşınsız gedə bilməzsən. Artıq çəki söhbətinə qayıtsaq, qərara gəldim ki, bu vəziyyəti artıq dəyişdirməyin vaxtı gəlib. Mən çəki itirmə səyahətinə başlamışam və aralıqlı oruc bunun böyük bir hissəsidir. Nəticələrimi və təcrübələrimi sizinlə növbəti videolarda bölüşəcəyəm. Əgər siz də eyni çətinliklərdən keçirsiniz və ya artıq bunun öhdəsindən gəlmisinizsə, rəylərdə mənimlə bölüşməyi unutmayın. Çox sizdən xahiş edirəm. Çünki bu mənə çox maraqlıdır. Bunu da deyim ki, yaxınlarda idman zalına yazılmışam. Yazılan kimi bir neçə dəfə getdim. Çox da xoşuma gəldi. Amma axır vaxtlar işim çox yoğun olduğuna görə idmana getməyə heç bir şansım olmur. İndi fikirləşirəm ki, mən time management vaxtımı necə ayırım ki, həm işlərimi də görə bilim, həm də idmana da gedə bilim. Çünki məncə ən birinci yerdə sağlıq olmalıdır və idman sadəcə arıqlamaq üçün deyil. Və mənim nahar yeməyim artıq hazırdır və özümə bir də çay dəmləyəcəm. Bu termosun içinə qoyacağım. Çünki bu termos elə gözəldir ki, çayı isti saxlayır. Bir də nəyəsə görə bilmirəm, elə bilirəm ki, termosda olan çayın bir cür belə başqa cür ləzzətli dadı olur. Sizdə də belədir, siz də belə düşünürsünüz, belə bir hissiyat var sizdə. Bu termos həm də nəinki isti içkiləri, həm də soyuq içkiləri də çox gözəl soyuq saxlayır yay vaxtı. Bunu da demək istəyirəm ki, yaxınlarda bir video gördüm. Kylie Jenner eyni bu termosdan istifadə edir. Və bu termosu heç mən özüm almamışam. Yəni bu termosu mənə hədiyyə eləmişdilər Christmas üçün keçən il. Evin yiyəsi ad günüm üçün bir də Red Velvet cupcake'lər bişirmişdi və mən də bir dənə cupcake götürüb özümlə aparmaq istəyirəm ki, arada acısam, yemək alıb yeməyə həm çox pul xərcləməyim, həm də ki, fast food yeməyi yeməyim. İndi deyəcəksiniz ki, cupcake göyə normal yeməkdir. Cupcake də elə fast food kimi bir şeydir. Üstəlik də şirniyyatdır.
dəhşətdir. Bu qadın elə gözəl bişirir ki, bu cupcake-ləri həmişə də çox belə sevirəm, amma çalışıram çox yeməyim. Mən artıq dəhşət gecikirəm, amma fikirləşirəm ki, hər şeyi hazırlamadan evdən çıxmayım. Amma demək olar ki, hər şey hazırdır və mən yola çıxıram. Amerikada makyaj artisti kimi işlədikdə müştərilərin əksəriyyəti salona getməyə əvəzinə mənim onlara gəlməyimi istəyirlər. Bu əslində mənim üçün də əlverişlidir, mənim üçün də sərfəlidir. Çünki Kaliforniya ştatında salonda işləmək üçün estetik və ya kosmetoloq lisenziyası lazımdır. Lisenziyanı almaq üçün ən azı 6 aylıq gözəllik məktəbinə getməlisən. Dərsləri bitirdikdən sonra dövlət imtahanından keçmək tələb olunur. Əgər dövlət imtahanından keçə bilməsən, sənə lisenziyanı vermir. Lisenziya üçün gözəllik məktəbinə getməməyin səbəbi bunun çox baha başa gəlməsidir. Üstəlik mənim sıx iş qrafikimlə məktəbə vaxt ayırmağımın çətinliyi səbəbindən də hələ ki bu addımı ata bilməmişəm. Əslində düzünü desəm, ən böyük səbəb onun baha olmağıdır. Çünki əgər imkanım olsaydı o məktəbə getməyi və lisenziya almağa, mən onun üçün mütləq vaxt tapardım. Və mən artıq yola çıxdım. Demək olar ki, məsafə çox uzundur. Hardasa bir 20 dəqiqəlik yolumuz var. Probka, tıxac olmasa. İstədim sizə biraz məhəlləmizi çəkim. Çünki çox gözəldir, çox sevirəm. Gözəl, belə qəşəng, təmiz, yaşıllıq, quşların səsi və çox təhlükəsiz bir yerdir. Ona görə bu yeri seçdim özüm üçün. Uzun müddət özümə yaşamaq üçün bir yer axtarırdım və bunu da sizə deyim ki, Kaliforniyada yaşayış üçün ev tutmaq çox bahadır. Ümumiyyətlə deyə bilərəm ki, Amerikada yaşamaq çox bahadır. Məsələn, bundan qabaq özümə bir otaqlı ev tuturdum. Bir otaqlı burada one bedroom kimi gedir. Bakıda mən bilən o 2 otaq kimi gedir. Həmin o 2 otaqlı evi tutmaq üçün ən azı $2500 da ayı və ev tamamilə boş olur. Heç bir əşya olmur evdə. Üstəlik qaz pulu, işıq pulu, su pulu, internet pulu hamısı ayrıcalıqda onu ödəyirsiniz. Bunu da deyim ki, işıq pulu Amerikada heç də Azərbaycandakı kimi deyil. Mən isə artıq çatdım. Birinci modelimin evindəyəm və bu şirin pişiyə bir dənə baxın. Oh, so cute. Look at this one. She's so good. Hi. So nice. Sən necə belə qəşəngsən. Bunu da deyim ki, heyvanları çox dəhşət, çox sevirəm, amma özümün heç vaxt nə iti, nə də pişiyi olmuyor. Çünki bizim evdə heç bir zaman buna icazə verilmirdi. Əslində çox istəyərdim öz pişiyim ya da itim olsun, amma məncə mən buna hələ ki hazır deyiləm. Baby. Yeah. He's 6. Oh, this is very cute. I love dogs So and nice. cats. I love animals. Me You said you too. have 2 cats. I do. The other one hides. Oh, okay. She's somewhere. Sugar. Gəldi, indi burada setup eləyəcəyik və burada çəkilişlər keçəcək. Mən isə artıq setupımı quraşdırdım, hər şeyi qoydum, işıqları, stul, makyaj və hər şey yerindədir və biz çəkilişə hazırıq. Bir dənə buradan şəhərin görünüşünə baxın. Bu deyəsən yadımdadırsa 24-cü mərtəbədəydik və buradan bütün San Diego şəhərini görə bilirsiniz. Çox gözəldir. Bu arada ikinci modelim də gəldi, amma çox utancaq bir qızdır. 19 yaşı var, çox gözəldir, Sephora'da işləyir. You're my second model. Look. Oh my god, I'm camera shy. No, don't be shy. Çəkilişimizi artıq bitirdik. Modellərim gördüyünüz kimi çox gözəldilər. İkisinin də makyajını elədik, videoları çəkdik və həmin reelsları Instagrama qoyacağıq. Makyaj və video kontentin nəticələrini görmək istəyirsinizsə, mütləq məni Instagramda takib edin. Bütün əl işlərimi Instagramda qoyuram, TikTokda da qoyuram hərdən. Bir də ingiliscə olan YouTube kanalıma qoyuram. Mən isə artıq evə qayıdıram və düşünürəm ki, evə gedim, yoxsa gedim maşınımı yuyum. Fikirləşirəm ki, maşınımı yusam daha yaxşıdır. Və təbii ki, evimin yaxınlığında olan Soapy Joe's maşın yuyulan yerdir. Orada yuyuram maşınımı və hər ay $25 ödəyirəm. Nə qədər, neçə dəfə istəsəm, lap gündə 10 dəfə də istəsəm maşınımı ora gedib yuya bilərəm. Çox da xoşuma gəlir, çox qəşəng yuyur maşını və çox tez olur, evimin yaxınlığındadır. Hər zaman, istədiyim zaman gedib maşınımı yuya bilirəm. Gəldik, çıxdıq artıq vlogumun sonuna və sizə bir sualım var. Sizcə belə qısa videolar daha yaxşıdır, yoxsa siz daha uzun videolar görmək istəyirsiniz? Əgər sizin üçün mənim gündəlik həyatım, işim və bu videoları bəyənirsinizsə,
xahiş edirəm, abunə olmağı unutmayın. Mənim üçün bu çox vacibdir və bu mənim üçün çox böyük motivasiya verir. Yəni mən bu videoları çəkirəm. Əgər bu videolara baxan olmayacaqsa, bəyənən olmayacaqsa, abunə edən olmayacaqsa, onda bu videoların çəkməyin mənası nədir? Ona görə sizdən çox xahiş edirəm və sizin dəstəyinizə çox ehtiyacım var. Mən isə sizinlə burada sağollaşıram. Növbəti videoda görüşənədək hələlik.